Vaxtınız xeyir olsun. Biz bugün güvən nəşriyyatı 10-cu siniflər üçün keçirdiyi sınaq 2-nin sualların izahlarına baxacağıq. Sınağı keçmədən önce sizə belə bir xatırlatma edim. Əgər siz də bizim dərslərə qoşulmaq istəyirsinizsə 051 919 57 39 nömrəsini yazaraq dərslərimizə qoşula bilərsiniz. İndi isə gəlin sualların izahlarına baxaq. 61-ci test tapşırığında deyir ki, yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Bilik ki, yer kürəsində çəkilə bilən ən uzun çevrə ekvator çevrəsidir. İndi isə gəlin variantları oxuyaq. A bəndə deyir, uzunluğu 40-76 kilometrdir. Bəli, bu doğrudur. Qarşısına yanlış verib. Ona görə A bəndi cəhətdir. Bütün meridianlar kəsişir. Bəli, bu doğrudur. B bəndi doğru olacaq. Doğruda həm də qarşısına doğru yazıb. Şərq və qərb yarımkürələrin sərhədini təşkil edir. Bu yanlışdır. Qarşısına amma doğru verib. Şərq və qərb yarımkürələrin sərhədini Greenwich meridianı və 180-ci meridian təşkil edir. Ona görə C bəndi səhvdir. Bir dərəcə göğsünün uzunluğu 111,4 kilometrdir. Bəli, bu doğrudur, amma qarşıda yanlış verib. Ona görə D bəndi səhvdir. Yeri şimal və cənub yarımkürəsinə ayırır. Bəli, bu doğrudur, amma qarşısına yanlış verib. Ona görə E bəndi səhvdir. Düzgün cavabımız burada B bəndidir. Daha sonra bizə 1/20.000 olan ədədi miqyas verilir və xəritədə AB məntəqələri arasındakı məsafə 6 sm olsa həqiqi məsafəni hesablayın. Biz burada bir nüansa diqqət yetirməliyik. Standart 1/100.000, 1/200.000, yəni arxasında 5 dənə sıfır olan rəqəmlər kilometrə uyğun gəlir. Yəni bu bir mənalı olaraq kilometrə uyğun gələcək. Lakin sıfırı 5-dən az olarsa, yəni 4, 3 olarsa, bu metrə uyğun gələcək. İndi isə gəlin biz tapşırığımızı yerinə yetirək. Yəni burada biz bunu ədədi miqyas, izahlı miqyasa çevirdiyimiz zaman bu olacaq 1 santimetrdə 200 metr olacaq. Yəni isə biz tapşırığı yerinə yetirək. Biz bilirik ki, bizdə həqiqi məsafəni soruşur. Həqiqi məsafəni tapan zaman həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun. Bizdə nə olacaq? Miqyas. Bizdə xəritədəki məsafə verib bizdə 6 və miqyasımız da dedik ki 200 metrdir. Biz o zaman 6-nı 200'ə vursaq, yəni 6 cm 200'ə vursaq, eləyəcək bizdə nə? 1200 metr. Düzgün cavab E bəndi. Daha sonra 63-cü test tapşırığına baxaq. Greenwich meridianı və ekvator xətti ilə kəsişən yeganə materikdir. Materik bütün yarımkürələrdə yerləşir. Greenwich meridianı və ekvator xəttinin kəsişdiyi yeganə materik Afrika materikidir. İndi isə gəlin cədvəldəki uyğunluğu müəyyən edək. Sahəsinə görə ən böyük materikdir. Xeyr, sahəsinə görə ən böyük materik Avrasiya materikidir. Ona görə biri çıxırıq. Daha sonra yeni dünya adlanır. Xeyr, yeni dünya adlanmır. Köhnə dünya aiddir. Ona görə 2 də səhvdir. Şimal və cənub tropik xəttləri kəsir. Bəli, bu doğrudur. 3-ü götürürük. Ekvator xətti onu təqribən 2 bərabər hissəyə bölür. Bəli, bu doğrudur, amma yanlış təqrib, ona görə 4-ü götürmürük. Daha sonra sahilləri 4 okyan suları yuyur. Bu yanlışdır, yanlış təqrib, ona görə 5-i götürürük. Kristofor Kolumb tərəfindən kəşf olunmuşdur. Yanlışdır, yanlış təqrib, ona görə götürürük. Düzgün cavab bizdə olacaq 3, 5, 6, C bəndi. Daha sonra 64-cü test tapşırığına baxaq. Sxemə əsasən daxili və xarici horizontlar arasındakı hündürlük fərqi 30 metrdir. A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Baxın, bizdə deyir ki, daxili və xarici horizontlar arasındakı hündürlük fərqi 30 metrdir. Yəni, bizdə də A nöqtəsi hündürlüyünü 30'u tapdı. Gəlin, horizontlar arasındakı sayı baxaq. 1, 2, 3. Horizontlar arasındakı sayı 3'dür. 30'u 3'ə böləndə 10. Yəni, tapdı kəsmə yüksəkliyimiz 10 metrdir. Baxın. 40, 400, 410, 420. Tapdıq ki, A nöqtəsi hündürlüyü 420 metrdir. Düzgün cavabımız burada D bəndidir. Yəni, nə elədik biz burada? Daxili və xarici horizontallar arasındakı hündürlük fərqini horizontallar arasındakı saya böldük. Elədi, bu bizə nə? 10 metr. Bu da oldu bizim kəsmə yüksəkliyimiz. Daha sonra isə, baxın, horizontallar sayda, məsələn, baxın, 400, 410, 420, bu da oldu bizdə nə? A nöqtəsi hündürlüyü 420 D bəndi. Daha sonra 40 dərəcəli şimalinin hansı materikləri kəsir? Bu da rahat bir sualdır. Baxın, Afrika materikini kəsmir. A bəndi səhvdir. Sonra Avstraliya materiki ümumiyyətlə cənub yarımkürəsində yerləşir. Ona görə B bəndi səhvdir. Antarktida materiki ümumiyyətlə cənub yarımkürəsində yerləşir. C bəndi səhvdir. Şimal Amerika və Avrasiya. Bəli, bu doğrudur. Düzgün cavabımız burada D bəndi olacaq. Avrasiya və Cənubi Amerikanı kəsmir, ona görə də E bəndi olmayacaq. Düzgün cavab burada D bəndi. Daha sonra coğrafi koordinatlar 40 dərəcə şimala enliyi olan Valensiya şəhəri
51 dərəcə şimal indəki Londonun hansı istiqamətdə yerləşir? Fikir verirsə, hər ikisinin uzunluğu 0 dərəcəlik uzunluqdur. Yəni eyni meridian üzərində yerləşirlər. Baxın bu Valensiya şəhərinin uzunluğudur. Baxın 40 dərəcə şimal enliyi. Buraya yazaq. Daha sonra fikir verirsə, bu da Londonundur. Londonda 51 dərəcə şimal indi yerləşir. Yəni, baxın burada 0 dərəcə uzunluqda yerləşirlər. Yəni, fikir verirsə, Londonda buradadır. Deyir ki, Londondan hansı istiqamətdə yerləşir? Fikir verirsə, London daha yuxarıdadır, Valensiya altdadır. Onda hansı istiqamət olacaq? Cənub istiqaməti olacaq. Fikir verirsiniz, cənub istiqamətində. Düzgün cavab C bəndə olacaq. Əgər Valensiyadan hansı istiqamətdə yerləşdiyini sorsaydı, Londonun da Valensiyadan şimalda yerləşəcəkdi. Yəni bizdə Londondan hansı istiqamətdə yerləşdiyini soruşduğu üçün bizə cənub olacaq. 66 C bəndi. Daha sonra Leif Eriksona aiddir. Avstraliya materikini kəşf etmişdi. Xeyr, bu Avstraliya materikini Yanson və Abel Tasman, həmçinin James Cook kəşf eləmişdi. A bəndi səhvdir. Cənub coğrafi qütbünü fəth etmişdi. Xeyr, cənub coğrafi qütbünü bilirik ki, Roald Amundsen və Stock tərəfindən fəth edilmişdi. Ona görə B bəndi səhvdir. Şimali Amerikanın şimal-şərq hissələrində səfər etmişdi. Bəli, bu doğrudur. Yəni Xristofor Kolumdan əvvəl Şimali Amerikaya səfərlər etmişdi. Düzgün cavabımız burada C bəndidir. İlk dəfə dünya səyahəti etmişdi. İlk dəfə dünya səyahətini Fernando Magellan etmişdi. Ona görə D bəndi səhvdir. 3 dəfə Azərbaycanda olmuşdu. Bu da yanlışdır. Leif Erikson şimal səyyahıdır. Yəni Azərbaycanda olmayıb. E bəndi səhvdir. Düzgün cavabımız 67 C bəndi. Daha sonra 68-ə baxaq. Eller-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Bizə baxaq, kontrollu şərti işarələr və xətti şərti işarələr verir. Və bizdən hər ikisinin oxşar cəhət istəyir. Baxın, obyektin sahəsini təyin etmək olur. Bu kontrollu şərti işarəyə aiddir. Amma xətti şərti işarələrdə obyektin sahəsini təyin etmək mümkün olmur. Ona görə A bəndi səhvdir. Xəritənin tərtibində istifadə olunur. Bəli, düzgündür. Hər ikisində həm kontrollu, həm də xətti şərti işarələr xəritənin tərtibində sanılır. Ona görə düzgün cavabımız burada B bəndi olacaq. Yalnız obyektlərin uzunluqlarını təyin etmək mümkündür. Bu xətti şərti işarələrə aiddir. Yəni kontrol şərti işarələrdə obyektin uzunluğunu təyin etmək mümkün olmur. Ona görə C bəndi səhvdir. Yalnız plan tərtibində istifadə olunur. Baxın, burada plan tərtibində istifadə olunur, amma yalnız planın tərtibində istifadə olunmur. Yəni xəritənin də tərtibində istifadə olunur. Ona görə D bəndi səhvdir. Bataqlıq və şoranlılar aiddir. Bu kontrollu şərti işarəyə aiddir. Xətti şərti işarəyə aid. Ona görə E bəndi olmayacaq. Düzgün cavabımız 68-də B bəndi olacaq. Daha sonra 69-a baxaq. James Cook xəritə sxemində verilmiş materiklərdən hansının sahələrini tədqiq edərək onun müstəqil materik olduğunu sübut etmişdi. Sadə sualdır, yəni çoxsuna dayanmayacaq. Avstraliya materikini tədqiq eləmişdi, yəni 2-ni. Düzgün cavabımız burada olacaq B bəndi. Daha sonra 70-ə baxaq. Miqyası 1/300.000 olan xəritədə sahəsi 4 cm olan ərazinin həqiqi sahəsini hesablayın. Yəni biz miqyası ədədi miqyasdan izahi miqyasa çevirək. Çevrilən zaman arxasına 5 dənə 0 silinirdi. Yəni 3 kilometrə uyğun gələcək bu bizdə. Daha sonra bizdə həqiqi sahə ilə istədiyinə görə həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun. Miqyasın kvadratı. Biz də burada baxın. Xəritədəki sahəmiz 4 cm-dir. 4 cm kvadratı. Miqyasımız 3-dür. Miqyasın kvadratı da bizdə 3-dür. Miqyasın kvadratı bizdə eləyəcək 9. Yəni, gəlin bunu silək. 3-ün kvadratı 9-dur. Yəni, 4 vurulsun 9 eləyəcək bizdə 36. Bu da D bəndinə uyğun gələcək. Daha sonra 71-ci test tapşırığına baxaq. Müşahidəsi 0 dərəcə azimutla 3 km gedir. Yəni şimala doğru gedir. Daha sonra 3 km isə şərqə doğru hərəkət eləyib. Baxın, şərqə doğru. Deyir ki, o başlanğıc məntəqəsinə ən qısa yolla hansı azimutla qayıtmalıdır? Bax, hansı azimutla qayıtmalıdır? Başlanğıc məntəqəsi baxın buradır. Baxaq, gəlin çəkək. Azimutumuzu çəkək. Fikir versə hansı istiqamətdə qayıtmalıdır? Cənub qərb istiqamətdə qayıtmalıdır. Yəni 225 dərəcəli azimutla qayıtmalıdır. Düzgün cavabımız burada olacaq A bəndi. Daha sonra baxaq
72-ci test tapşırığının hansı kartoqrafik təsvirlərdə miqyas daha böyük olar? Dedi ki, miqyası böyük olan planın miqyası böyük olur, xəritələr miqyası kiçik olur. Ona görə düzgün cavab burada Laçın şəhərinin baş planı olacaq, Y bəndi. Yəni Qarabağ iqtisadi rayonun xəritəsi, yəni miqyası kiçik olacaq. Daha sonra Şimali Amerikanın materikinin fiziki xəritəsi burada da xəritə olduğuna görə miqyas kiçik olacaq. Ona görə B bəndi və A bəndi olmayacaq. Türkiyə Respublikası iqlim xəritəsi, yəni xəritədən söhbət gedir. Ona görə C bəndi olmayacaq. Quba Xaçmaz rayon iqtisadi rayonun topoqrafi xəritəsi burada D bəndi olmayacaq. Laçın şəhərinin planı, miqyası daha böyük olacaq. Yəni generalizasiya daha az olacaq. Ona görə Y bəndi burada düzgün cavabdır. Daha sonra hansı miqyaslı xəritədə təsvir daha müsəbbət olar? Biz burada yəni rəqəmi ən az olan ədədi götürəcəyik. Yəni bu deməkdir ki, müstəvidə, yəni 1 santimetrdə məsəl üçün 6 milyon dəfə, sonra 5 milyon dəfə, 200 min dəfə kiçilmə deməkdir. Daha dəqiq təsvir üçün də biz daha böyük miqyaslı ədədlər götürməliyik. Yəni burada düzgün cavab B bəndi olacaq. 1/35.000. Yəni siz bir ərazinin xəritəyə müstəvidə çəkmək istəyirsinizsə, həmin ərazi daha dəqiq təsvir etmək istəyirsinizsə, siz kiçiltməni daha az edəcəksiniz. Yəni bu deməkdir. Yəni burada olacaq 1/35.000 B bəndi. Azərbaycan hansı yarımkürlərdə yerləşir? Bu sadə bir sualdır. Şimal və şərq yarımkürəsində yerləşir. Düzgün cavab burada A bəndi olacaq. Sonra məhəllənin planında miqyaslı şərti işarələr təsvir olunan coğrafi obyektlər. Miqyaslı şərti işarələr. Baxın, tək ağac miqyassızdır, götürürük. Su quyusu miqyassızdır, götürürük. Telegüllə miqyassızdır, götürürük. Düzgün cavabımız burada 1/3-5 A bəndi. Amma cığırdır, şose yoldur. Bunlar xətli, kolluq isə konturlu şərti işarələr daxildir. Daha sonra doğru olmayan fikrin müəyyən edin. Azərbaycan hər bir nöqtəsində qütb ulduzu 40 dərəcə bucaq altında görünür. Bəli, bu yanlış fikirdir. Yəni biz Azərbaycanın müxtəlif bölgələrində qütb ulduzunu biz müxtəlif bucaq altında görə bilərik. Bunun səbəbi də yəni Azərbaycanın coğrafi yerləşdiyi enlikdən asılıdır. Məsələn, Qusarda biz fərqli görə bilərik, Kəlbəcərdə biz fərqli görə bilərik. Ona görə burada düzgün cavabımız A bəndi olacaq. Doğru olmayanı istəyirdi. Öbür variantlara baxaq. Horizontalar sıx keçdiyi yerdə yamaç daha meyilli olur. Bəli, bu yamacı meyilliyini göstərir. Ona görə B bəndini götürmürük. Sonra relief hündürlüyünü göstərən horizontal izopsis adlanır. Bəli, bu doğrudur. Ona görə C-dən götürmürük. Yerin şimal coğrafi qütbünü Robert Piri tərəfindən fəth olunmuşdur. Bəli, bu da doğrudur. Yəni şimal coğrafi qütbünü Robert Piri fəth eləmişdir. Kompas və qonammanlı üfüqün cəhdləri təyin olunur. Bəli, bu da doğrudur. Y bəndini də götürmürük. Yəni çünki uyğun olmayan istəyirdi. Bizdə A bəndi olacaq. Daha sonra 77-ci test tapşırığına baxaq. 355 dərəcə azimutla gedən hissəyə ən qısa yolla hansı azimutla geri qayıtmalıdır? Biz burada 355-dən çıxacaq 180-i. Burada cavab eləyəcək 175 dərəcə. Düzgün cavab burada B bəndi. 77-də cavabımız B bəndi olacaq. Daha sonra 78-ə baxaq. Başdan şimal qütbünə qədər olan məsafə, başdan cənub qütbünə qədər olan məsafədən neçə kilometr azdır? Baxın, gəl birinci şimal qütbünə qədər olan məsafəni hesablayaq. Azərbaycan bildik ki, 40 dərəcə şimal ilində yerləşir və qütbdə 90 dərəcə olduğuna görə qütbyan ərazilər. Biz 90-dan çıxacaq 40-ı, eləyəcək neçə? Eyni yarımkürədə olduğu üçün çıxırıq. 90-dan 40 çıxdığımız zaman 50 edəcək. 50-ni də vururuq 111-ə. Bizdə eləyəcək 5550. Bu bizim oldu məsələnin ilk həlli. Daha sonra cənub qütbünə qədər olan məsafəni soruşur. Cənub qütbü də 0-90 dərəcə ekvatordan 90 dərəcədə yerləşir. Ona görə yəni ayrı yarımkürədə yerləşdiyinə görə toplayırıq. Yəni 40 üstə gəlinsin 90. Buranı təmizləyim. Yəni ayrı yarımkürədə toplanır. 40 üstə gəlinsin 90. Bizdə eləyəcək neçə? 130. 130 vurulsun 111. Bizdə eləyəcək neçə? 130 vuraq 111.
Biz də eləyəcək 14.430. 14.430. Daha sonra isə biz tapdıq ki, cənub qütbünə qədər olan məsafə 14.430, şimal qütbünə qədər olan məsafə isə 5550-dir. Gəlin biz bunları çıxaq. Çıxdığımız zaman 14.430-dan çıxanda 5550-dən çıxdığımız zaman cavab eləyəcək bizdə 8880. Düzgün cavabımız burada elədir, B bəndi. 78-də B bəndi. Daha sonra 79-a baxaq. Bizə uyğun, yenə Ehlers-Venn diaqramında uyğunluğu istəyir bizdən. 80 dərəcə cənub enliyi və 80 dərəcə şərq uzunluğu. Bir dərəcə göğsün uzunluğu 111 kilometrdir. Biz dedik ki, enliklərdə uzunluqlar fərqli olur. Lakin uzunluqlarda bu, yəni 111 kilometrə uyğun gəlir. Ona görə 2A olacaq. Daha sonra Antarktida materiki kəsişir. Bəli, bütün enliklər və uzunluqlar Antarktida materikində kəsişir. 3B olacaq. Daha sonra cənub, şərq və qərb yarımkürələrində yerləşir. Bu olacaq, enliyə aid olacaq. C bəndi. Yəni 80 dərəcəyə aid olacaq. Bizdə oldu 1-ə C, 2-ə A, 3-ə B. Düzgün cavabımız A bəndi. Daha sonra 80-ə baxaq. Səhiyyə coğrafi koordinatla 30 dərəcə şimal enli 80 dərəcə şərq uzunluğu olan A məntəqəsinin əvvəlcə şimal istiqamətdə 110 km yol gedərək B məntəqəsinə, daha sonra isə B məntəqəsindən paralel xətti üzrə şərq istiqamətində 45 dərəcə yol gedərək C məntəqəsinə çatmışdır. Səyyah cəmi neçə kilometr yol getdiyini hesablayın. Yəni hesablayaq. Baxın, bu 30 dərəcə şimal enliyimiz. 30 dərəcə şimal enliyi. Bu da 70 dərəcə şərq uzunluğu. Dedik ki, baxın, bu da A məntəqəsidir. Dedik ki, əvvəlcə 1110 km yol gedib B məntəqəsinə çatmışdı. Yəni bura çatıb. Yəni biz hansı enliyə çatdığını hesablamalıyıq. 1110-u biz bölərik. Baxın, buradan yazın. 1110 bölünsün 111. Bizdə eləyəcək 10. Yəni 10 dərəcə şimala hərəkət edib, yəni 40 dərəcəli şimal enlinə gəlib çatıb. Şimal enlinə. Daha sonra isə deyir ki, B məntəqəsindən daha sonra B paralel xətti üzrə şərq istiqamətində 45 dərəcə yol gedərək C məntəqəsinə çatmışdır. Yəni 45 dərəcə gedib C məntəqəsinə çatıb. Onda da biz, yəni bilirik ki, 40 dərəcə şimal enlində paralel çevrənin uzunluğu 85,4-dür. Yəni 45 vurulsun, ben bunu düzəldim. 45 vurulsun 85,4. O da bizdə eləyəcək 45 vuraq 85,4-ə. Elədi bizdə 3843. 3843. Daha sonra üzərinə 1110 gələcək. Üzərinə gəlsin 1110. Bu da biz eləyəcək 4953 A bəndi. Daha sonra yer su planında istifadə alətlərdən deyil. Burada da sadə bir test açılır. Burada düzgün cavab D bəndi olacaq. Termometr havanın temperaturunu ölçür. Yəni yer su planlamada istifadə olunmur. Bu soldur, tetolidir, ruletkadır, kompasdır. Bunlar istifadə olunur. Burada düzgün cavabımız 81-də düzgün cavabımız D bəndi. Daha sonra 82-ci test tapşırığına baxaq. Aşağıda şimal yarımkürəsində yerləşən paralel çevrələrinin bir dərəcəlik göstərən uzunluqları verilmişdir. Hansı paralel çevrəsi ekvatora daha yaxın yerləşdiyini müəyyən edin. Biz bilirik ki, ekvator çevrələri qütblərə yaxınlaşdıqca onların bir dərəcəlik göstərən uzunluğu azalır. Yəni bizdə də bilirik ki, qütblərə doğru azalırsa, yəni ekvator ən yaxın yerləşən bir dərəcəli paralel çevrənin uzunluğu da ən yüksək olacaq. Ona görə burada düzgün cavabımız Y paralel olacaq. 109,16 kilometr. Düzgün cavab Y bəndi. Yenə deyirəm, paralel çevrənin uzunluqları ekvatordan qütblərə doğru azaldığı üçün biz ekvatora ən yaxın yerləşən böyük rəqəm götürürük. Ona görə burada ən böyük ədədimiz 109,6 km olduğu üçün düzgün cavabımız burada Y bəndi olacaq.
Daha sonra 83-cü test tapşırığına baxaq. Burada bizə şərti işarələr verib və doğru sıranı müəyyən etməyimizi istəyir. Baxın, 1-ə yazıb tək kol, planda təsvir olunur. Bəli, bu doğrudur. 1-i götürürük. Baxın, 2-də metal körpüdür. Amma yel dərmanı yazıb. Ona görə 2 səhvdir. 3-ə baxırıq. 3-də üzümlük verib, kontrollu şərti işarədir. Bəli, bu doğrudur. 3-ü də götürürük. Sonra 4'e baxırıq. Meyvə bağı şərti işarəsi verir və qarşısına meyvə bağı yazıb kontrollu şərti işarəti və 4'ü də götürürük. Sonra 5'ə baxırıq. 5'də yazıb seyrək meşə kontrol şərti işarəsi düzgündür, adı düzgündür, amma xüsusiyyəti xətti şərti işarəti, xətti işarəti kontrol şərti işarəti. Ona görə 5 səhvdir. Sonra baxın. Burada şose yolu ve elektrik nakili verilib, qarşısına yazıb karxana yazıb. Bu ona görə səhv olacaq. 6 səhvdir. Düzgün cavabımız olacaq 1, 3, 4. Səhvdə cavabımız oldu 1, 3, 4. 84'e baxaq. Burada deyir ki, bizə 1 bölünsün 150 min olan miqyaslı xəritədə 22 dərəcə şimal eni və 3 dərəcə cənub eni arasındakı ən qısa məsafə neçə santimetr olduğunu hesablayın. Nəzərə alaq ki, bir verici meridian qövsünün uzunluğu 111 kilometrdir. Gəlin biz bunu birinci ədədi miqyasdan izahlı miqyasa çevirdiyimiz zaman arxasına 5 sıfır silirik. Bu eləcək bizdə 1 santimetrdə 150 kilometr. Daha sonra isə bizdə 22 dərəcə şimal eni və 3 dərəcə cənub eni verib. Müxtəlif yarım kürələrdə olduğu üçün toplayırıq. Yəni 22 üstəgəlsin 3 edəcək bizdə 25. Və daha sonra isə biz onu 111'ə vuracağıq. Yəni 25 vurulsa 111. Bizdə eləcək 2775. Bizdə eləcək 2775. Daha sonra isə biz burada həqiqi məsafəni tapmışıq 2775, miqyas tapmışıq 150. Yəni biz xəritədəki məsafəni tapan zaman, həqiqi məsafə bölünsün miqyas. Burada bizdə indi rəqəmlər böyütdü, mən tam yaza bilməyəcəm. Ona görə qısa yazacağım. Həqiqi məsafəmiz burada 2775'dir. 2775. Miqyasımız 150'dir. 150'yə gəlin bölək. Bizdə eləcək xəritədəki məsafəmiz eləcək 18,5 cm. Düzgün cavabımız eləcək 18,5 cm. Buradan qeyd edeyim. 18,5 cm. Daha sonra 85'ə baxaq. Ədədi miqyaslara uyğun gələn izahlı miqyasları müəyyən edir. Gəlin müəyyən eləyək. Biz demişdik ki, ədədi miqyası izahlı miqyasa keçirən zaman arxasına 5 sıfır silirik. Yəni riyaziyyatda da bildiyimiz kimi yuvarlaq ədədlərdə sonda duran sıfırların heç bir əhəmiyyəti yoxdur. Lakin rəqəmlər əhəmiyyəti var. Gəlin baxaq. Burada bizdə 4 dənə sıfır silirik. Və görürük ki, yenə də rəqəmimiz var. 1 vergül atırıq. Yəni bu bizdə nə olacaq? 1 kilometr, yəni 1500 metr, yəni 1,5 kilometr bir doğru olacaq. Yəni qarşıda düz verir 1,5 kilometr. Daha sonra görürük ki, burada bizdə belə bir rəqəm verib. Ben 25 milyon verib, 1 bölünsün 25 milyon. Arxasında 5 sıfır sildik. Yəni 1 santimetrdə 25 kilometr olacaq. Amma qarşısına yazıb ki, izahlı olaraq 1 bölünsün 250 kilometr. Ona görə 2 səhvdir. Sonra gəlin buna baxaq. Burada da 4 dənə sıfır verib, sıfırı silirik. Yəni metrlə ifadə olacaq. 1 santimetrdə 400 metr olacaq. Buna görə də 3 doğrudur. Daha sonra 4'ə baxaq. Bizdə belə bir ədəd verir. 1 bölünsün 83 milyon. 83 milyon verib. Arxasından 5 sıfır sildiyimiz zaman 1 santimetrdə 830 kilometr olacaq. Lakin bizdə qarşısında izahlı olaraq 1 santimetrdə 80 kilometr verib. Ona görə 4 səhvdir. 5'ə baxaq. Bizdə 5'də 1 bölünsün 6 milyon verib. Və biz ona gəl yazaq. Sildiyimiz zaman görürük ki, 1 bölünsün 60,
yəni 1 sm 60 km olacaq. Qarşısında 1 sm-də 6 km. Ona görə 5-də səhvdir. 6-ya baxaq. Bizdə deyir ki, 1 bölünsün 25 25.000 25.000 hansına uyğun gəlir? Gəlin sıfırı siləyik. Sıfırlar sildiyimiz zaman görürük ki 5 dənə sıfır silməyik. Qabağını bir sıfır artırıq. Yəni 1 sm-də 250 metrə uyğun gəlir. Yəni düzgün cavabımız A bəndi. Yəni əgər sıfır sildiyimiz zaman, baxın yenə izah edeyim sizə. Düzgün cavab burada olacaq 136. Yəni demək istədiyim tam dəqiqliyini sizə izah edeyim. Baxın 6-da var, 6-nı sizə izah edeyim. Baxın burada görürsünüz 3 dənə sıfır var. 3 dənə sıfırı silirik. Yəni biz yenə azad eləməliyik şeydən, ədədi miqyasdan. Onda biz burada baxın 1, 2, 5 dənə sıfır. Sıfırı bura keçirdirik. Belə. Yəni 1 sm-də, yəni bu 1 km-də, yəni bildiyimiz kimi standart 1 bölünsü 100.000. Bizdə bilirik ki 1 km-ə bərabərdir. Sıfırdan %25-də bizdə 250 metrə bərabər olacaq. Düzgün cavab 85-də 136. Daha sonra 86-cı test tapşırığına baxaq. Kəsmə yüksəkliyi neçə metr olmalıdır ki, A məntəqəsi mütləq hündürlüyü 510 metr olsun. Biz burada A məntəqəsi hündürlüyünə, yəni 510 metrdən çıxacaq kənar uzantılı 450-ni bizdə eləyəcək neçə? 510 çıxaq 450 bizdə eləyəcək 60. Daha sonra horizontal arasındakı sayı baxaq. Baxın 1, 2, 3, 4. Görür ki, horizontal arasındakı sayı 4-dür. 60-ı 4-ə bölərik. Eləyər 15. Tapırıq ki, kəsmə yüksəkliyimiz nədir? 15 metrdir. 86 cavab 15 metr. 87-ci test tapşırığına baxaq. Yəni uyğunluqdur. Yəni 1 sm-də 400 metr, 1 sm-də 2 km, 1 sm-də 200 metr. Yəni bayaq göstərdiyim kimi burada da belə göstərib. Yəni onluq kəsir şəklində göstərib. İndi isə gəlin bunu uyğun ədədlər tapaq. 1 sm-də 400 metr uyğun gələcək. Bizdə baxın 1-ə D uyğun gələcək. Daha sonra 2-yə uyğun gələcək. 2 km-dir. Arxası 5 sıfır olmalıdır. 2-yə Y uyğun gələcək. Sonra 3-ə görə bizdə hansı uyğun gələcək? 3-ə də bizdə uyğun gələcək B bəndi. 1-ə D, 2-yə Y, 3-ə B. Gəlin bunları da oxuyaq. Baxın, məsəl üçün bu bizdə olacaq yadda saxlamaq üçün. Arxası 5 sıfır sildi. 1 sm-də 20 km olacaq. Bu 1 sm-də 200 metr olacaq. Sonra bu 1 sm-də 2 km olacaq. Daha sonra bu ədədimiz 1 sm-də 400 metr olacaq. Bu da 1 sm-də 4 km olacaq. Yəni düzgün cavabımız 1-də D, 2-də Y, 3-də B. Daha sonra situasiya tipli tapşırığa gəldik, çatdıq. Gəlin başlayaq. Şimal yarımkürəsində yerləşən A paralelinin çevrəsinin uzunluğu 30.744 km-dir. Bu paralel meridianlardan birinin kəsişmə nöqtəsində ölkəmizin paytaxtı yerləşir. Bizdə deyir ki, A paralelin bir dərəcə qövsün uzunluğunu hesablayın birinci. Sonra isə bu paralelin hansı olduğunu yazın. Bir dərəcə qövsün uzunluğunu tapmaq üçün birincini yazaq. Birinci 30.744-ü bölərəm mən neçəyə? Yəni tam çevrəyə bölməlidir. 360-a böləcək. Bu da bizdə eləyəcək 85,4. 85,4 biraz qısayacaq, yerləşsin. %85,4 km. Sonra ikinci tapşırığımızda da bu bilirik ki 85,4 də ölkəmiz 40 dərəcə şimal enliyində yerləşir. İkincinin də cavabı olacaq 40 dərəcə şimal enliyi. Ölkəmiz 40 dərəcə şimal enliyi 50 dərəcə şərq uzunluğunda yerləşir. Bu məlumatı yadda saxlayaq. Daha sonra A paraleli üzrə 50 dərəcə şərq uzunluğu və 40 dərəcə qərb uzunluqları arasındakı ən qısa məsafəni hesablayın. Müxtəlif yarımkürələrdə olduğu üçün biz bunları toplayacağıq. 35 üstə gəlinsin 40, bizdə eləyəcək 75. 40 dərəcə paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4 olduğu üçün 75-i vuracağıq biz 85,4-ə. 75 bax 85,4
75 plus 85 tam onda 4. Bizdə eləcə 6405 kilometr. 6405 kilometr. Sonra baxaq. 90'a bax. A paraleli boyunca qəribə doğru hərəkət edən səyyah qütb ulduzunu özünü hansı tərəfdə görər? Baxın, bu 40 dərəcə şimal enliyi. 40 dərəcə şimal enliyi. Daha sərgəli yazaq. 40 dərəcə şimal enliyi. Bu da olsun bizdə 0 dərəcə uzunluqda olan Greenwich meridianı. Deyək ki, A paraleli boyunca hərəkət eləyən, yəni 40 dərəcə şimal paraleli boyunca qərbə doğru hərəkət eləyən, yəni qərbə doğru gedir. Qərbə doğru getdikdə qütb ulduzunu özünü hansı tərəfdə görəcək? Qütb ulduzunu özündən sağ tərəfdə görəcək. Birinci nə oldu? Cavabı sağ. Sonra baxaq. Bu paraleldən ekvatora qədər ən qısa məsafəni hesablayın. Nə qədər olar? Ekvatorda bilir ki, 0 dərəcə uzunluqda yerləşir. 0 dərəcə enlikdə yerləşir. 0 dərəcə enlikdə yerləşir. Onda biz tapmaq üçün 40 çıxılsın 0. Eləyər 40. Sonra 40'a da vurarıq 111'ə. Bu da eləyər bizdə 4440 kilometr. Gəlin buradan təmizləyim. Və biz eləyək 4440 kilometr. Bərabərdir 4440 kilometr. Videonuz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.